Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Allahın salamı olsun hər birinizin üzərinə. Bugün yeni bir faydalı bilgilər paylaşmağı istəyirik sizlə. Əsas da izləyicilərimizin suallarını cavablandıracağıq. Bugün istəyirik biraz fərqli mövzulardan, yəni el becərliklərdən də biraz göstərmək istəyirik sizə. Yəni necə el becərliklərdən? Yəni bir çox izləyicilərimiz yazır ki bizə, biz sizin kimi iş aparırıq, yəni sizə baxıb aparırıq, amma o həmən nəticəni ala bilmirik. Sizin göstərdiyiniz görüntü və yaxud da sizin əldə elədiyi nəticə alınmadı. Bax, elə bunu əsas istəyirik bugün işıqlandıraq, onun barəsində mövzumuzu əsas onun barəsində quraq. Və keçən çəkilişdə bir çox izləyicilərimiz yazdı ki bizə ki, bir episoda danışdınız, biraz əsəbi danışdınız. İnansınız dəyərli izləyicilər, elə bir məsələlərlə qarşılaşırıq. Siz təsəvvür edin ki, mən bir balaca haşiyəyə çıxacağam. Biz bir insanın bağını budamışıq. Budadığımız zaman bilirsiniz ki, atılacaq bir çox, orada məsəl üçün iri budaqlar götürüldükdən sonra atılacaq orada tullantılar olur müəyyən. Elə insanlar var ki, onu yandırmır, onu ki yandırdığı təqdirdə ağaclar yanır. Onu bağının bir hissəsini toplayır. Orada qoyur, bir ilə çürüyür, ötsə 2 ilə çürüyür və bağın. İnanın ki, təsəvvür edin ki, deyir ki, özü onu bir başqa adam görüb daha. Onun 2-3 pay o yanki qonşusu paxıllığından gəl, xəlbətcə bunun bağındakı ona, o tullan, oraya yığılan nəyə od vur, hansı ki o çürüyüb. Onun sayəsində də həmən bu budadığımız bağdakı bağ sahibinin 3-4 dənə ağacının bir hissəsi tamamilə yanır. İnanırsınızmı? O qədər əsəbiyəm. Nə istəyirlər, nə axtarırsınız, istəmirsiniz budamayın. Susun, oturun. Kimin sizlə nə işi var? İnanırsın, bu ən şərəfsiz hərəkətdir. Biri onu eləyir, biri bir başqa şey eləyir. İnansın, bir elə şey eləyir. Mən burada dilə gətirmək istəmirəm. Sadəcə o adamlar o dəqiqə biləsidir. Mən onlar özə kimlər olduğunu da bilirik artıq. İnanırsınızmı? Onu ən şərəfsiz adam eləyir. Bunu qeyri-millətdən olan, mən adını çəkmək istəmirəm, bizə düşmək olan millətdən o adını, o millət eləyər onu. Nəysə, yəni keçək əsas mövzuya. İndi dəyərli izləyicilər, biz burada nəyə gətirirəm, əsas nəyi? Yəni insanlar bildirlər ki, biz sizin kimi, sizin apardığınız işi aparırıq, amma istənilən nəticə alınmır. Dəyərli izləyicilər, bir çox bağlarda bizdə də elə birinci il o gözəl nəticələr alınmır. Ona görə ki, biz elə bağlarda işirik bəzən, çox bərbad, artıq bitmiş, illər boyu, inanırsınız, 50 ildir tamamilə yanlış budama aparılan, xəstə, keyfiyyətsiz budaqları adamlar saxlayıbdır. Ən gözəl yanlardan sağlam doğan budaqları kəsibdir. Axırda da bağ olub bərbad bir vəziyyətdə. Bax, ona nə bir nümunə göstərəcəmsə, baxın dəyərli izləyicilər bura. Baxın bura, təbii qardaşımız gəlsin. Baxın biz baş vurma eləmişik bir dəfə. Qışda budadığımız zaman. Ancaq yenə də bu budaqda nə baş verib? Bunun uc hissəsi oyanmayıbdır istədiyimiz kimi. Biz indi nə edəcəyik? Ancaq baxın buradan bu yana çox gözəl oyanıbdır. Baxın çox gözəl. Baxın hara kimi artıq ta deyim 1 metrə kimi hamı meyvə gözüdür, bax. Baxın, bunlar hamısı bizə fındıq gətirəsidir. Hansı ki biz budadığımızdan öncə burada 50-yə yaxın kaçal budaqları var idi. İnanırsın bu bağda 4 kilo yarım, 5 kilo fındıq yığırdı adam. Deyir, inanırsın bağa fındıq yığmağa adam aparmağa istəmirdim daha. Onun ki xərci borcunu ödəmirdi. Həmən fındıq da çox keyfiyyətsiz olur. Baxın dəyərli izləyicilər, indi biz belə bir budaqda nə edəcəyik? Gələn illəri, baxın dəyərli izləyicilər, yenə də iş aparasıyıq. Bu budağı ümumiyyətcə gördüyünüz kimi, bax, burada kəsəsiyik. Bax, baş vurumu belə aparılır. Baş vurumu gedən gedişata görə, bağın vəziyyətinə görə, düzdür, birinci il istəyən nəticə alınmır. Baxın, bax, eləcə də burada. Baxın, dəyərli izləyicilər, baxın budağa. Baxın, uc hissəsini nə edəcək? Oradan vuracaq. 1 metr yerini götürəsiyik. Çünki bu yan çox gözəl canlanıbdır. Baxın, dəyərli izləyicilər, bu ağac ümumiyyətcə çox gözəl bir forma alıbdır. Yarım metrdən yuxarı ümumiyyətcə meyvə gözləridir. Budaqlar da çox gözəl görüntü var. Baxın bura. Bax, belə bir budaqda, dəyərli izləyicilər, baxın nə edəcəyik? Belə bir budaq tam qalıdanmamadığı üçün, yaxşı qalınlıq almadığı üçün görürük ki, bu il burada məhsul yığıb qutaran kimi yarpaq tökülüncə onunki daha asan olur. Baxın, bunun alt hissəsini tamamilə alasıyıq. Baxın, gözləri qəşəng səliqəli. Və üstə doğru, baxın, doğan. Ən gözəl üstə doğru doğanları saxlayacağıq. Həm yükü azaldacağıq. Lazım gələndə biraz da baş vurumu eləyəcəyik. Yəni, baş vurumu mütləq, standart şəkildə belə olmalıdır deyə bir şey yoxdur. Yəni, biz də onu o cür aparmırıq. Yəni, bizə əzə yazır ki, siz baş vurumunu necə aparırsınız? Biz də o cür elədik, filan oldu, feşmekan oldu. Baxın, birincisi baş vurumu budağın qalınlığına görə götürüləcək. Məsəl üçün, baxın, dəyərli izləyicilər, bax burada
bu budaqda biz başvurumu elədik. Bunu elə hesabladıq ki, bu yarpaq yığandan sonra, artıq yazda yarpaqlanandan sonra və meyvə yığandan sonra üzərində bunu təxmini bizim təcrübəmizə əsaslanaraq, bu bizdə avtomatik olaraq bizə vərdiş haldır. Biz bunu başvurumu elədik, baxın, çox gözəl canlanma getdi və artıq burada düz, dibdən yuxarı hamı meyvə gözüdür. Tamamilə fındıq olacaq. Biz onu inşallah fındıq doğmaya başlayanda artıq iyun ayının əvvəlləri biz onu da siz çəkib qoyacaq. Ancaq baxın burada eyni bağdır, eyni ağacdır. Yəni, baxın burada bir eybəcərliyə. Yəni biz bunu niyə görə göstərdik? Burada indi gələn il biz bunu saxlamışdıq. İstədiyimiz kimi oyanmadı yenə. Nə edəcəyik? Baxın buralardan bir də başvurumu aparasıyıq ki, bura daha da gözəl canlansın, həm qalınlasın. Baxın bura dəyərli izləyicilər. Baxın burada biz saxlamışıq. Baxın bura. Bir çox insanlar bizə nəyə iraqdır? Baxın bura. Baxın baba. Necədir? Hələ də baxın problemə baxın. Baxın hələ də niyə görə? Bu bağı biz ələ götürəndə bağ bərbad gündə idi. Bağ əldən yəni ya bu adam bunu çürüməli idi, ya da ki biz buna nəsə yavaş-yavaş ortaya bir şey çıxartmalıydıq. Bir çox insanlar bizə iraq tutur ki, siz filan bağda işləyibsiz, effekt yoxdur. Dəyərli izləyicilər, birincisi effekt işıqlandırmada olur. Mən orada işıq for və yaxud da rəng-bərəng sarmışan işıq qurmamışam, effekt olsun. Effekt nə deməkdir? Yəni mən düz deyim, mən özüm də hansı bir, nə də onu işlətə bilərəm. Effekt belə, effekt yox, nəticə. Burada biz nəticə əldə eləməyə çalışırıq. Effekt olmadı, effekt belə oldu. Effekt necə olsun? Baxın, bu vəziyyətdə bağı mən təhvil almışam adamdan. Baxın, bax. Əgər sizdə bir balaca vicdan varsa, mən o adamlara özümü tuturam. Yəni mənə əsəbləşməyim o adamlaradır ki, boş boğaz, heç nədən xəbəri olmadan, baxın onun vəziyyətinə. Mən burada necə nəticə əldə edə bilərəm birinci? Mən əlimdən gələni eləmişəm ki, burada 1, 2, 3, 4, 5, 6 dənə budaq saxlayabilmişəm. Baxın, əslində bu budaq heç saxlanılmamalıdır. Siz mənə özünüz haqq qazandıracaqsınız ki, baxın, belə budağı biz çarəsiz saxlamışıq. Bu, 100 illərin yanlış budaması nəticəsində baş verən bir problemdir. Yəni, ona görə biz çarəsiz saxlamışıq. Adam bir balaca fındıq yığsın, 1-2 il fındıq yığsın. Amma yenə də siz baxın, budaqlarımız çox gözəl atdan yuxarı yaşıllaşıbdır. Yenə deyirəm, burada 50-yə yaxın, bax, bu vəziyyətdə budaqlar var idi. Baxın, bir balaca insafınız, necə deyim, mənliyiniz olsun. Bax, bu vəziyyətdə 50 yaxın budaq var idi. Biz bunu qırdıq, çıxartdıq, başlarını vurduq. İndi bu il yenə iş aparacağıq. Baxın, burada biz maraqlı nəticə göstərim sizə. Təbii qardaş gəlsin. Siz bir baxın budağın gözəlliyinə. İndi mənə bəziləri deyir ki, siz deyirsiniz ki, 3 kilo fındıq verər. İnanın ki, dəyərli izləyicilər, bu budağın üstündə bir neçə il davamlı işləsək, baxın bir dənə meyvə gözlərinə, baxın, hara kimi. Bu budağın üstündə bir neçə il işləsək, 3 kilo da verər, 5 kilo da verər. Ona görə ki, tamamilə təsəvvürlə bir budağın üstündə artıq neçə dənə yeni, baxın, nə gözəl qollar alın. Bunların, baxın, mən bir şey deyim, yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə. Ola bilsin, bunu gələcəkdə buradan kəsdik. Görürsünüz, dəyərli izləyicilər. Baxın, bu budaq çatlamasını görürsünüz. Bu hamısı vaxtilə çox bərbad bir vəziyyət var. Bu vəziyyətdə olan bağdan biz yavaş-yavaş bağ edirik. Bunu kəsəsiyik buradan. Və burada yenə də 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16 dənə yeni göz var. 17 dənə. Hərəsindən inanırsın 1 kilo əldə eləsək, lap yarım kilo olsun. Yenə də 7-8 kilo keyfiyyətli fındıq. Yenə də 4 kilo yarım yığır adam. Keyfiyyətli fındıq və gələcəkdə o gözlər qəşəng bir forma alandan sonra 15-17 kilo fındıq olacaq. Eləcə də baxın burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə budağımız var. Mümkün olanı saxlayacağıq. Əgər mümkün deyilsə, ay siz filan yeri budadınız, orada effekt yoxdur. Yenə deyirəm, mən orada sarmaşan işıqlarla qurmamışam ki, orada gecələr effekt olsun. Söhbət əsas nəticədir. Necə də birdən-birə olmur bu kökdə bağda. Baxın, mən sizlə eybəcərlikləri bugün paylaşacağam, bölüşəcəm. Baxın, əgər yenə dedəm, hər hansı bir, necə deyim, nətərimi, ümumiyyətcə bir, nə adam, buna başqa ad vermək olmur. İnansın, yenə deyəcəksiniz, əsəbləşir. Mən necə əsəbləşim? Baxın, bu vəziyyətinə, baxın, bura nə kökdədir, dəyərli izləyicilər. Bax, bunu biz saxladıq ki, görək bu bizə hansı nəticəni verəcək. Verdi də. Baxın, budaq artıq qəşəng bir forma aldı. Bunun uc qismi vurulacaq. Bu da qəşəng vurulduğu təqdirdə də gələn il. Onu ki, mərhələli şəkildə biz belə bağlarda iş aparırıq. Ancaq sağlam bağlarda adamlar deyib, sağlam bağlar mərhələli iş aparma adı yoxdur. Ona görə ki, qəşəng nə qədər mümkündür salamat budaq saxla
və başlasın il məhsuldarlıq yüksəlməyə. Bax, belə yerdə mərhələli ona görə aparıq ki, butaq yoxdur saxlayası. Bax, bizi təhvil alanda bərbad bir gündə idi. Yenə də baxın, bax, belə gözəl, ortanı tamamilə çıxartmışıq. Bütün budaqlarımız torpaqdan. Çox gözəl. Məsələn, burada var, müxtəlif ağaclarımız var. Təbii qardaş gəlsin. Çox gözəl bir forma alıbdır. Ancaq bu birdən-birə belə bir bərbad bağda o alınmır. Olmur dəyərli izləyicilər. Sonra da məsələn, müxtəlif insanlar bir də nədən bir mövzu var idi. Təbii qardaşımız bir dəqiqə fasilə versin inşallah. Yəni nədə qalmışdıq? Baxın, bax, burada dəyərli izləyicilər, baxın, başvurma eləmişik. Elə deyilmi? Baxın, amma yenə də, baxın, təbii qardaşımız bizə gəlsin. Baxın, bu günəş yanığının səbəbi nədir bilirsiniz? Baxın, 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 baxın. Bunun səbəbi bu budaqda vaxtı ilə. Bunun dibinə tökülmüş külmü qədər peyin. Peyin, dəyərli izləyicilər, bax, dünyanın bütün mütəxəssisləri, əgər mütəxəssisdirsə, siz onlara müraciət eləsəz, peyin, torpağın su ehtiyacını, bitkinin su ehtiyacını 1-ə 10 artıran bir maddədir. Peyin ağacın dibinə tökməyin, peyini bu ortaya tökün qəşəngə. Bu orta nədən ötürüdür? Bu qədər aralı niyə əkdik fındığımızı? Agrotexniki qulluq eləmək üçün. Eləyin də bu ortaya qəşəng tökün, özə az. Torpağa işləyin müasir aqreqatlarla 10 illərlə peyin sizə bəsdir. Yəni gətirib ağacın dibinə baxın nəticəni. İndi biz bax, belə bir gözəl putağımız alınıb. Baxın, baxın, baxın nə gözəl. Baxın artıq. Görürsünüz mü? Baxın nə gözəl. İçi də ümumiyyətlə bütün meyvə gözü ilə doluqdur. Vaxtilə bura çaçal, yalın idi. Baxın tamamilə içini doldurubdur. Çox gözəl. Baxın indi biz biraz da ucvurumu eləməliyik. Çox minimum deyək də. Bu yerdən. O buradan geçəncə burası həm biraz yuxarı qalxasıdır. Yəni bəzən nə deyir? Siz deyir falan yerdə darayan bağda qış idi, nə bilim yaza çıxmışdı, ağaclar sınmışdı. Əlbəttə olacaqdır. Yəni baxın səbəb o olur. Mən sizə elə yanıqları, bütün ümumiyyətlə elə budaqlar var, haralarında bax, haralarına kimi inanırsınız, bax yanıqlar olan. Yəni biz budama apardıqdan sonra bir balaca özünü bərpa eləyib ağac istəyir ki özünə gəlsin. Yəni belə bir vəziyyətdə olan bağda ay nə bilim effekt görmədim, bu filan olmuşdu. Əlbəttə var. Nə qədər eybəcərliklər var. Amma yenə də deyirəm, sizin əksər məsələn elə yerlər var ki, orada budama aparıblar, güya bunlar nəsə elibdir. Gedib baxırsan ki, heç bir nəticə yoxdur. Yenə eyni o eybəcər, o bərbad vəziyyətdir. Yenə də fındıq ortada yoxdur. İndi adama məsləhət görürlər, sən bura gübrəni 3 qat verməlisən. Ay insan, bu budaqlar artıq ölüb, yanıb, tükənib. Vay 3 qat verdi, vay ora su buraxdı. O özü də tamamilə çürümə gedir. Yaxşı, biraz da suyu buraxıb nə əldə edəcəkdir? Yəni, inanırsınızmı? O xoşa gəlməz, özünüzü gülücə qoyası, məskərə söhbətləri, ona ehtiyac yoxdur. Onları eləməyin, inansınmı? Yəni, eləmək istəmirsiniz, siz öz bağınıza işləməyə bilərsiniz, bağınıza getməyə bilərsiniz. İnansınız, o söhbətləri eləyib, özünüzü məskərəyə qoyursunuz, özünüzü, necə deyim, nəyinsə hədəf kimi. Yəni, biz maksimum dərəcədə çalışırıq. Baxın, bura gəlin, bir dənə nümunə göstərəm sizə, baxın. Biz bunu budadığımız təqdirdə, baxın, bax, dəyərli izləyicilər, bax, bu, bəli, bu birazdan sınacaq. Mən olsa açıq etiraf edeyim. Bəlkə də mən bir balaca güc gəlsən, bu sınasıdır. Biz bunu budayanda bu yaşıl idi. Baxın, dəyərli izləyicilər, gördünüz mü? Bax, biz bunu budayanda yaşıl idi. Amma problemi olub. Amma yenə də baxın, budağın yarısı çox gözəl. Ən azından 1 kilo fındıq verəcəkdir. Baxın, bax, bu vəziyyətdəki bağlarda biz iş aparıb, bir balaca nəsə eləməyə ortaya çıxarırıq. Və sizdən ən gözəl nəticələr bölüşürük. Yəni, bir çox insanlar, biz bunu bugün çəkiliş eləməyəm, inansın, bu viyada elə oldu ki, baxın, belə bir, biz isə ən maksimum həmişə çalışırıq ki, gözəllikləri göstərək. Yəni, insanlar, yəni, ancaq belə bir vəziyyətdə olan bağı, baxın, hətta burada bir putaq tamamilə sınıb, baxın bura, gəlsin təbii qardaşımız, baxın, qurt yiyib, vaxtilə, iç qurdu. Tamamilə sınıb, bağ sahibi özü buradan götürür. Belə bir vəziyyətdə bağda biz maksimum dərəcədə çalışırıq ki, nəsə eləyək. Amma bir ilin içində ola bilər, bu bağın ən azından bir 50 yaşı var. Hələ bilinən, bəlkə də çox var. Yəni, bilənlər deyib, bura 50 il. 50 ilin problemini siz bir ildə aradan qaldıra bilərsiniz, xeyr. Qeyri-mümkündür. Belə dəyərli izləyicilər, əlavə bir çox izləyicilərimiz deyir ki, məsələn, hansı bir gübrənin adını çəkirlər, mən adını çəkməyəcəm, mən reklam eləmirəm. Güya ki, onu versək, meyvə gözləri çox olan. Dəyərli izləyicilər, mən onu sizə deyən mütəxəssisə deyin ki, əgər sizin ağacınızın ortasına günəş düşmürsə, sizin ağacın ortasına normal hava almırsa, orada verdiyiniz o həmən meyvə gözlərini çoxaltan gübrəni verdiniz. Orada havalanma, günəşlənmə yoxdursa, harada meyvə gözləri olasıdır orada? Yəni, mən onu sualı verəm, bir izah eləsin.
Orada meyvə, inanırsınız, mən sizə Zaqatalada ən çox xoşlanan müxtəlif meyvələr var. Biz sinef alma deyirik. İndi ona elmi dildə nə deyirlər? Sinef alma kimi tanıyır el dilində. Bu sinef alma gün olan yerlərdə çox gözəl olur. Bir tərəfi qırmızı olur, bir tərəfi sarımtıl. Çox ləzzətli almadır. Ancaq bir balaca kölgəyə düşəndə həm xırda olur, həm də dadsız. Heç kəs də onu nə almır, yəni satsan da onu. Ne də onu heç kəs yeməsə evdə heyvana verirlər, toyuğa verirlər, belə atılır. İnanırsınızmı? Fındıqda isə ümumiyyətcə fındıq elə bir bitkidir. Ora günəşdir, hava dəyməsə ümumiyyətcə orada məhsul vermir. Nə dadsızı, nə dadlısı vermir dəyərli izləyicilər. Yəni mən sizə onu açıq, yəni o mütəxəssis gəlsin mənə sübut eləsin ki, verir. Yox. Baxın burada bir dənə nümunə göstərim sizə. Baxın bu kökdə olan ağaca. Gəlsin təbii bu kökdə olan ağaca. Burada meyvə gözü harda? Bax inanırsınız bəlkə ha burada 100-ə yaxın budaq var. Burada verdim buna gübrəni, burada nə bilim nəyisə verdim. Baxın təsəvvür edin. Hani burada meyvə gözü? Dəyərli izləyicilər, yəni belə şeylərə, belə məsxərə nələrə mən demirəm. Ola bilər, hər hansı bir bağda kimsə nəsə tətbiq eləmək istəyir, o da öz işidir, kimlər nəsə işləmək istəyir. Ancaq həqiqəti işləsin. Yalanın üzərində qurulan, bu çox yalan ayaq tutar, amma yeriməz dəyərli izləyicilər. Yəni bizim nə paylaşırıq, nə danışırıqsa, hamısını həyata keçirdiyimiz həqiqidir. Kim də istəsə əyani olaraq bu işlərimizlə tanış ola bilər. Belə dəyərli izləyicilər, bugün əsas bu mövzudan istədik danışaq. İnşallah, yəni siz şərhlərdə ətraflı yazın. Hansı mövzunu istəyirsiniz, hansı mövzu sizin üçün daha maraqlıdır. Biz o mövzu ətrafında müzakirə eləyək, çəkilişimizi edək. Çox sağ olun, var olun, gələn görüşlər.